Hər birinizi salamlayıram yeni vloquma və kanalıma xoş gəlmisiniz. Səhər oyandıq və neçə vaxtdır ki, pasteli dəyişmək istirdim. Bəzi səbəblərdən dəyişə bilmirdim. Səbəbləri isə birazdan sizə deyəcəm ki, nəyə görə dəyişmirdim. Alina'nın pampesini də dəyişdim. Yenə də oyuncaqları çıxarıb töküb hamısını bura. Bunu da atım və səhər yeməyi hazırlayayım. Bir də qızlar neçə gün idi ki, bu yağışlara görə rayondan gətirdiyimiz paltarlar yuyulmuşdu hamısı. Amma asa bilmirdik. Yanın paltarları var idi. Onlar hamısı islanmışdı. O neçə gün yağış yağdı onun altında. Sonradan hamısını tezdən yuyub və bu formada qurutmuşuq. Hələ tam qurumayan yerləri var. Bunları açacağım. Birazca da qurusun. Amma yaxşı ki yığılıb. Yəni en azından bunlar yığıldı. Çünki yuyulmalı paltarları da pastelidə dəyişə bilmirdim buna görə. Fikirləşirdim ki, onsuz da yer yoxdur. Hara yığacağım? Ona görə bunları indi açıb atım, qurusunlar bunlar. Biraz xırda işlərim var idi. Onları da gördüm və başlayıram artıq səhər yeməyi hazırlığına. Səhər yeməyini isə sadə formada eləyirəm. Əsasən Alina ilə bizim yeməyimiz eyni vaxtda olur və demək olar ki, eyni yeməyi yeyirik. Səhər yeməyimizi də bu formada hazırladım. Bu yumurtalardan ikisi mənimdir və təbii ki sasikalarda bir kənd yumurtası və öz yumurtamdan da təbii ki Alina yeyir. Bu formada səhər yeməyimizi yeyirik. Bundan sonra isə günorta üçün biz sushi sifariş vermişdik. Neçə vaxtdır ki ürəyim sushi istəyirdi, amma normal bir yer tapa bilmirdim. Yeni yerlər axtarırdım, həm də özümüzə yaxın bir yer axtarırdım ki, çatdırılmada problem yaşamayaq. Və evimizin yanında neçə vaxtdır ki bilirdik, evimizin yanında bir sushi məkanı var. Sadəcə necə olduğunu bilmirdik. Qiymətləri də bizə uyğun olduğuna görə elə fikirləşdik ki, buradan sifariş verək və çatdırılmaya da ehtiyac olmasın, gedək özümüz götürək. Bu formada aldıq sushilərimizi, çox dadlı idi, yaxşı idi. Bundan sonra yəqin ki sushi istədiyimiz zaman elə buradan sifariş verəcəyik. Məkanın adı isə Sushinyandır. Nərimanov metrosuna çox yaxındır. Bundan sonra isə yoldaşımla birlikdə yollanırıq Keçlə bazarına. Çünki mənim ürəyim qarın istəyirdi. Buna görə də getdi ən yaxın bazara. Gəlmişik Keçlə bazarına. Qarın almağa. Alacağımız bir neçə şeyi də aldıqdan sonra qaydırıq evə və qarını da görürsüz. Burada artıq yumuşdum, amma inanın ki tərtəmiz idi, çox təmiz və yaxşı idi. Bir hissəsini ayırdım. Gələn dəfə bir hissəsindən də qarın qutabı eləyərik. Bunu da sizin üçün çalışacağım ki vlog halında çəkim. Həmin gün isə baldızımgil bizə gəlmişdilər. Baldızımın ayın ikisi ad günü olmalı idi, amma həmin vaxtı biz görüşə bilməyəcəkdik. Buna görə də elə fikirləşdik ki, baldızımgil bizdə olan vaxtı tort filan alaq və baldızımı təbrik edək. Burada da belə bir tort almışdıq. Qızlar, sizə bir də baldızımın bizim üçün 8 martı aldığı hədiyyələri göstərmək istəyirəm. Deməli, bunu Alina üçün alıb, çox gözəl dəstir. Biraz havalar isindikdən sonra Alinaya geyindirəcəm bunu. Bu formada içində koftası da var. Çox gözəldir. Arxa hissədə isə elə belə də göstəreyim. Belə bir şalvarı var. Çox şirindir. Qolları da bu formada. Bunları yayda inşallah Alinaya geyindirdiyim zaman sizin üçün də çəkəcəm. Mənim üçünsə belə bir pijama indi açıb sizə göstərəcəm. Neçə vaxtdır ki belə bir şey almaq istəyirdim. Elə sırf bu rəngdə. Burada qara rəng kimi görünür, amma qara rəng deyil. İndi açın bunu da sizə göstərim. Baxın qızlar, rəngi belədir. Çox gözəldir. Materialı da çox yaxşıdır. Yumşaq materialı var. Buradan da çox sağ ol deyirəm baldızıma. Vloglarımı da izləyir. Və baxın, koftası da belədir. Yaxasına aşık oldum. Çox gözəldir. İndi geyinəcəm. İlk dəfə geyinəcəm. Sizə də indi necə göründüyünü çəkərəm.
Növbəti gündən hər birinizi salamlayıram. Mən dünən sizə dedim ki, həmin dəsti geyinəcəm, amma geyinə bilmədim. Sonradan fikirləşdim ki, təzə alınan paltarı əvvəlcə yumaq lazımdır. Həm də paltardan belə bir spesifik bir materialından qoxu gəlirdi. Fikirləşdim ki, yumaq lazımdır elə. Ümumiyyətlə yeni alınan hər hansı bir paltar yuyulduğu zaman, bu zaman insan rahatlıqla onu geyinə bilir. Çünki arxayın olursan ki, əsas odur yuyuldu və quruduqdan sonra, geyindikdən sonra da sizin üçün çalışacağam ki, çəkim. Və bugün də işlərim olduqca çoxdur. Fikirləşdim ki, elə qırıq ştativimlə sizin üçün nələrsə çəkim. Hələ ki ştativ nə sifariş verməmişəm, nə də almamışam. Bu həftə sonu fikirləşirəm ki, bu ştativ məsələsini həll etmək lazımdır. Götür aşkım, götür. Aferin sənə, get gətir. Çok soğuk. Tamam. Gəlin sizə əvvəlcə qazın üstünü göstərim. Baxın ləkələrə. Bunları kənardan mən telefona qoyduğum zaman görünmür, amma çox ləkəlidir. Baxın belə. İndi gəlin buranı da təmizləyək. Amma əvvəlcə qabları yuyum ki, oranın içi təmizlənsin. Yəni buranı yuyduğum zaman, sildiyim zaman belə qarışmasın hər şey bir-birinə. Ona görə də əvvəlcə qabları yuyaq.
Buranı da silmək lazımdır. Birazdan buranı da silərik. Belə biraz qarışıb. Neçə vaxtda baxmamışam. Son görüntülər bu formada oldu. Bunlar otağa gedəcək. Çay koydum. Çay da biraz isinsin. Ondan sonra çay da içək. Son üstü də belə maksimum şəkildə təmiz oldu. Stəkanım qalıb orada. Çay içəcəm. Ona görə onu da saxladım. Bu arada mən hər gün təxmini 2 litr, bəzən 2 litrdən çox, bəzən az bu formada su da içirəm. Bu aralar isə artıq bugün 4-cü günüdür. Yeni bir diyetaya başlamışam yenidən. Ancaq səhərlər çörək yeyirəm və günortadan sonra demək olar ki, yemirəm. Makaron əgər bişibsə, az porsiyada çalışıram makaron yeyim. Saat 6-7 və ya olur ki 8-in yarısı. 8-in yarısı olmayıb düzü. 6-7-dən sonra demək olar ki, heç nə yemirəm. Çox açsam, onda da ancaq qatıq, gerkules, biraz da 1-2 qaşıq belə bu şeylərdən yeyirəm. Xiyar filan, belə bir şeylər yeyirəm ki, mədəm dolsun. Həm də burada indi mən sizə göstərim. Belə bir gerkules var idi. Uşaqlar üçün olanda düzdür bu. Amma tez həll olur, yaxşıdır, doyurur adamı. Bir də qızlar, baxın belə lepslər almışam. Belə bir paçkası da hələ ki qalıb. Alina gördü, Alina da yeyir bu arada. İndi Alina'ya birim verim, sakitləşsin. Bunu gördüyü zaman götürür belə. Bu paçkası qalıb, hələ ki açmamışam. Bunlar çox dadlıdır. Yəni burada saxlamışam. Başqa da elə bir şey etmirəm. Qatıq almışlıq, qatıq evdə var. Tez-tez alırdıq, amma bu aralar çalışıram ki, həmişə olsun. Çünki axşamlar acdığım zaman qatıqla bir şeylər yeyirəm. Bir də dünən şor aldım. Lepsinin üstündən şordan çəkirəm. Bir neçədən lepsini yeyirəm. O formada da biraz tok saxlayır. Hər gündə də dediyim kimi suyumu da vaxt-vaxtında içirəm. Şirniyyatı necə etmişəm? Şirniyyatı isə sadəcə bir dəfə yeyə bilərəm gündə. O da biraz düzü çətindir. Evdə şirniyyat olduğu zaman onsuz da çətin olur. Amma çalışıram ki, evə də çox bir şey almayaq. Yəni bayram da bitib, şirniyyatlar da onsuz bitib. Alina da burada özünə yer tapmağa çalışır. De. Oynamaq istəyirsən? Gedək oynayaq. Gözə çay götürüm. Gedək. Yaxşı? Kızlar, necə külək var, görürsünüz. Pəncərəni açıq qoyub getmişəm. Yadımdan çıxıb ki, pəncərəni açmışam. Yəni necə açmışam, belə yuxarı qaldırmışdım sadəcə. Və otaq əməlli başlı soyuyub. Bir də qızlar, bu binanın gözəlliyinə baxın. Çox gözəl bir binadır. Göy bina gedir adı da. Elə mən də gələn gündən göy bina deyirəm. Burada həmişə altında Starex var idi. Starex'in ünvanını göstərdiyi zaman yazılır ki, göy binanın altı. Yəni ona görə də həqiqətən də göy bina gedir adı. Sonradan Starex baxın buradaydı. Bu mağaza olan yerdə Starex var idi. Həmişə sifarişlərimi ora vururdum. Ondan sonra isə bağlandı. İndi yerində bir paltar mağazası açılıb. Getməmişəm. Hələ də getmək qismət olmuyor. Amma çox asan idi mənim üçün. Yəni buradan düşürdüm, bu yolu keçirdim. Gedirdim, sifarişlərimi götürürdüm. İndi isə bu tərəfdə bir kargo var. Nurludur deyəsən adı. İndi də ora vururam sifarişlərim olduğu zaman. Sifariş demişkən elə indi Trendyoldan ya da Temudan ştativ zakaz verəcəm. Çünki ştativim baxın nə haldadır. İndi sizə də göstərim. Baxın qızlar, ayağının biri qırılıb. Mən bayaqdan çəkilişləri baxın belə edirəm. Bu da çox qorxuludur da. Yəni yıxıla bilər belə, telefon zədə ala bilər. Onsuz bu qırılıb, bundan heç nə olmaz. Amma telefon qırıla bilər. Amma belə dayanır. Çox təhlükəli olsa da dayanır. Bayaqdan çəkilişləri bu formada eləyirdim. Əslində bir ayağını tapıb yapışdırmaq istədim. Amma yəqin o da atılıb evdə. Tapa bilmədim. Belə bunları da gətirdim. Bu Alina'nın oyuncağı. Bunu da yerinə apım. Möhkəm səhifəli kitablar olur. Belə şəkilli
Biz Əli və Ninodan almışdıq. Baxın, görürsünüz, qapını göstərir ki, qapıdır bu. Atı göstər. At. Topanı. Top. Reklam var deyə hal-hazırda fikrini toplaya bilmir. Artıq bir çox şeyi öyrənib. Yəni nəyi demək istəyirəm? Uşaq öz başına da, məsələn sizin işiniz var, uşağı telefondan, televizordan uzaq saxlamaq istəyirsiniz. O zaman baxın belə kitablar alın şəkilli. Bunları cırmaq da çətindir. Dişləri qaşınan vaxtı ola bilər ki, qıraqlarını dişləsin. Onu da skoçlayaraq, bir şey edərək, yəni kitabda belə qoruya bilərsiniz. Hə, avtobusdur. Hə. Belə baxır, balıq. Balıq anı? O nədir? Kəpənəyi göstər, kəpənəyi. Kəpənək anı, kəpənək. O balıqdır. Kəpənək anı? Aferin sənə. Divan anı? Aferin. Alina ilə də bir müddət oynadıqdan sonra keçirəm artıq yemək hazırlığına. Yeməyi də fikirləşdim ki, nə hazırlaya bilərəm? Ən yaxşısı elə fikirləşdim ki, düyü qaynadım və aş hazırlayım. Düzdür, ət filan çıxarmamışdım. Sadə formada sadəcə qazmaqlı bir aş bişirdim və fikirləşdim ki, yanında da neçə vaxtdır pendir almışdım, mozzarella pendiri və pizza etmək qərarına gəldim. Düzdür, son vaxtlar demişdim ki, xəmirli bir şeylər etməyəcəm. Çünki xəmirim yaxşı alınmır. Amma fikirləşdim ki, yox, bu dəfə də yeni bir resept sınayım və bu dəfə də xəmirim istədiyim kimi alınmadı. İndi xəmirimi gördüyünüz zaman biləcəksiniz ki, nəyi nəzərdə tuturam. Qızlar, deməli xəmirimi yoğurdum. Bu dəfə bütün deyilənlərə əməl etmişəm. Mən normalda xəmiri tutdura bilmirəm. Bu dəfə də heç tutturduğumu düşünmürəm. Amma yenə də bu dəfə bir tık, türklər demiş, daha ümidliyəm ki, bu xəmirim qabaracaq. Bunu saxlayacağam, qabarana kimi saxlayacağam. 3 saat da olsa saxlayacağam ki, yaxşı qabarsın və mənim bir xəmirim heç olmasa tutmuş olsun. Çünki bu günə kimi nə qədər şey etmişəm, amma xəmirim istədiyim kimi alınmayıb. Bu dəfə sondur. Əgər bunda da tutdura bilməsəm, yaxşı alınmasa, bundan sonra xəmir yeməklərinin başını buraxıram. Yəni pizza eləmək istəyirəm bu arada. Pizzanın bütün içliyini filan hər şeyi doğrayıb hazır saxlayacağam. Aşım dəmlənsin, bu da qabarsın. Baxım nə qədər qabarır. Ümumiyyətlə qabaracaqmı? Ondan sonra pizzamızı da tamamlayarıq.
Qızlar, deməli burada tərəvəzləri, hissə-hissə kolbasa, sosiska filan qalıb. Onların hamısını topladım bura. Belə hissə-hissə də pendirlər qalıb. Bunu biraz əvvəl almışdıq. Bu isə təzədir, mozarelladır. Bildiyim qədərilə pizzaya da elə mozzarella pendirindən istifadə olunur. Bundan var. Bundan sonra smetan və belə bir tomat pastası da var. Bunu da çıxardım. İndi hamısını doğrayım, hazır formada saxlayım. Pizzanın son nəticəsi də bu formada oldu. Ümumiyyətlə dadlı alınmışdı, amma dediyim kimi xəmirini o qədər də çox xoşlaya bilmədim. Nəsə məndə bu xəmir işləri alınmır. Vloqumu isə bura qədər izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Növbəti vloqlarda görüşərik. Əgər vloqumu bəyəndinizsə, kanalım sizin xoşunuza gəlirsə, kanalıma da abunə olmağı unutmayın. Hələlik növbəti vloqlarda görüşərik.